Ramazanla bağlı ayələrdən birində qeyd olunur ki, kim xəstə və yaxud səfərdə olarsa, tutmadığı günlərin əvəzini bir sonraki günlərdə tutsunlar. Və ardınca da qeyd olunur ki, Allah sizə çətinlik istəmir, sizə asanlıq istəyir. Elə ayədə qeyd olunan Allah sizə çətinlik yox, asanlıq istəyir sözündən yola çıxaraq anlamaq olar ki, xəstəlik və səfər insana çətinlik yaradarsa oruç tutmaya bilər. Bu qədər. Yəni səfər məsələsi neçə kilometr getdiyimə və yaxud getdiyim yerdə neçə gün qalmağıma və sair məsələlərə bağlı bir məsələ deyil. Burada əsas meyar xəstəliyin və səfərin insana çətin olub olmamasına bağlıdır. Bu səfərin çətin və yaxud asan olduğunu da səfərdə oruç tutub tutmayacağında insan özü qərar verəcək. Amma din xadimləri bu cür sadə və asan anlaşılan ayəni də anlamaqda çətinlik çəkirlər və müxtəlif suallar verərək dinlərini çətinləşdirirlər. Hansı səfər? Nə qədər qalmalıyam? Neçə kilometr gedən adama müsafir deyilir? Yəni məsafə hardan başlayır, harda qurtarır? Əvvəli haradır və sonu haradır? Səfərdə olan kimsənin oruç tutmaması daha yaxşıdır, yoxsa oruç tutması? Orucu açmaq məqsədilə səfərə çıxsam haramdır? Məncə bu suallar Quranı diqqətlə oxuyan hər kəsə tanış gəldi. Musanın qövmünün Musaya və Allaha ünvanladığı suallara bənzədi. Halbuki Musa öz qövmünə sadəcə bir inək kəsməyi əmr etmişdir. Onlar isə inək haqqda müxtəlif ağlasığmaz suallar verməyə başladılar. Bununla həm dinlərini çətinləşdirdilər, həm də Allahın onları qınamasına səbəb oldular. Sizə mən asan yolunu bir kəlmə dedim ki, gedin dişi heyvan kesin, inək kesin. Başladılar sual dalayacam. Nə rəngdə olsun? Nə rəngdə o suala bax, ay kişi. Bitdi, yox. Bu inəklər bir-birinə oxşayır, belə lap dəqiqdir ki, bilək. Bu bilsən nədir? O kasıb toynaşılıq sanmaq. Onlar sualları artırdıqca Allah biraz onları qəlizə salır.